İnformasiyanın qorunması. Salam dostlar. Bugünkü dərsimizin mövzusu informasiyanın qorunması olacaq. İnformasiya bizim üçün çox dəyərli bir resursdur. Necə ki, qızıl, pul və başqa qiymətli əşyalar qorunur, informasiya da mütləq qorunmalıdır. Çünki məlumat uğurlansa, dəyişdirilsə və ya tamamilə məhv edilsə, çox ciddi fəsadlar yarana bilər. İnformasiyanın təhlükələri. İnformasiya aşağıdakı təhlükələrlə üzləşə bilər. İnformasiyanın itkisi. İnformasiya müxtəlif səbəblərdən silinə və ya tamamilə yox ola bilər. Səbəblərə misal kimi texniki nasazlıq, kompüterin sıradan çıxması, elektrik kəsilməsi, virus hücumları və ya təsadüfən silinməni göstərmək olar. İnformasiyanın dəyişdirilməsi. Məlumat icazəsiz olaraq başqası tərəfindən redaktə oluna bilər. Bu informasiyanın düzgünlüyünü və etibarlılığını pozur. İnformasiyanın uğurlanması. İnformasiya kənar şəxslərin əlinə keçə bilər. Bu, əsasən parol oğurluğu, phishing, kiber hücumların nəticəsində baş verir. İnformasiya sızması. Gizli məlumatların yayılması və ictimaiyyətə çıxarılmasıdır. Bu, bəzən ehtiyatsızlıqdan, bəzən də qəsdən ola bilər. İnformasiya təhlükələri insanlara, təşkilatlara və dövlətlərə ciddi zərər verə bilər. Ona görə də informasiyanın qorunması mütləqdir. İnformasiyanı qoruma üsulları. İnformasiyanın bir neçə qoruma üsulu var. İndi bunların hər birini izah edim. Parollardan və giriş hüquqlarından istifadə. İstifadəçilərə yalnız öz hesablarına uyğun giriş icazəsi verilir. Güclü parollar seçilməlidir. Güclü parol deyərkən böyük-kiçik hərflərdən, rəqəmlər və simvol qarışığından istifadə nəzərdə tutulur. Bu üsul kənar şəxslərin kompüterə və ya fayllara icazəsiz daxil olmasının qarşısını alır. Məsələn, məktəbin elektron jurnalına yalnız müəllim və şagirdlər öz hesabları ilə daxil ola bilirlər. Antivirus proqramlarının quraşdırılması. Antiviruslar kompüterə düşən zərərli proqramları aşkar edir və zərərsizləşdirir. Zərərli proqramlara virus, troyan, spyware və digərlərini misal çəkmək olar. Antiviruslar həmçinin zərərli faylların açılmasının qarşısını alır. Məsələn, internetdən təsadüfən viruslu bir fayl yükləsən, antivirus onu dərhal bloklaya bilər. Məlumatların şifrələnməsi. Şifrələmə məlumatı elə kodlaşdırır ki, yalnız açar vasitəsilə, yəni parol və ya xüsusi proqramla həmin məlumatı oxumaq mümkün olur. Əgər məlumat uğurlansa belə, şifrəsiz heç kim onu anlaya bilmir. Məsələn, bank sistemlərində müştəri məlumatları həmişə şifrələnmiş şəkildə saxlanılır. Ehtiyat nüsxələrin yaradılması. Faylların kopyasının başqa yaddaşda saxlanmasıdır. Başqa yaddaşa USB, bulut sistemi və ya xarici diski nümunə göstərmək olar. Əsas məlumat itərsə, həmin məlumatı ehtiyat nüsxədən bərpa etmək mümkündür. Məsələn, müəllim dərs planını həm kompüterdə, həm də Google Drive-da saxlayır. Fiziki təhlükəsizlik. Məlumatların fiziki təhlükəsizliyi dedikdə, kompüter otaqlarının kilidlənməsi, müşahidə kameraları və giriş kartları vasitəsilə qorunması nəzərdə tutulur. Texniki avadanlıqların uğurlanmasının və ya icazəsiz istifadəsinin qarşısını alır. Məsələn, məktəbin server otağı yalnız administratorun açarı ilə açıla bilər. İnformasiya təhlükəsizliyi həm texniki, həm proqram təminatı, həm də fiziki tədbirlərlə qorunmalıdır. İnformasiyanın qorunmasının hüquqi əsasları. İnformasiya təhlükəsizliyi yalnız texniki vasitələrlə deyil, həm də qanunlarla qorunur. Məsələn, şəxsi məlumatların qorunması haqqında qanun insanların məlumatlarının təhlükəsiz saxlanmasını təmin edir. Biometrik informasiyaya əsaslanan mühafizə sistemləri. Ən etibarlı mühafizə üsullarından biri biometrik sistemlərdir. Bunlar insanın dəyişməyən xüsusiyyətlərinə əsaslanır. Yəni, parolu unutmaq olar, amma barmaq izini unutmaq mümkün deyil. Əsas biometrik tanınma üsulları. Barmaq izi ilə tanınma. Hər bir insanın barmaq izi unikaldır. Telefonlarda, bankomatlarda və giriş-çıxış sistemlərində geniş istifadə olunur. Gözün qüzehli qişasına görə tanıma. İris tanıma. İrisdəki naxışlar insanda təkrar olunmazdır. Hava limanlarında və dövlət qurumlarında bu cür tanıma üsulu tətbiq edilir. Nitqə görə tanıma. Səs identifikasiyası. Hər kəsin səsi fərqli intonasiya və tezliklərə malikdir. Telefon bankçılığında və virtual köməkçilərdə istifadə olunur. Üzün təsvirinə görə tanıma. Üz cizgiləri kompüter tərəfindən analiz olunur.
telefonların kilidində və müşahidə sistemlərində tətbiq edilir. Ovucun cizgilərinə görə tanıma. Ovucun xətləri və damar düzülüşü unikal olur. Bank sistemlərində və yüksək təhlükəsizlik tələb edən müəssisələrdə bu üsuldan istifadə edilir. Yekun. Bu dərsdə öyrəndik ki, informasiya qiymətli sərvətdir və onun qorunması çox vacibdir. İnformasiyanın itirilməsi, dəyişdirilməsi və oğurlanması böyük təhlükə yarada bilər. Onu qorumaq üçün həm ənənəvi üsullardan, həm də biometrik üsullardan istifadə olunur. Ev tapşırığı. Düşünün və yazın. Gündəlik həyatınızda öz şəxsi informasiyanızı qorumaq üçün hansı üsullardan istifadə edirsiniz? Məsələn, telefonunuzda, sosial şəbəkələrdə və ya kompüterdə. Sağ olun dostlar. Növbəti dərsimizdə görüşənədək.